Salam, hər vaxtınız xeyir olsun. Biz bu günləri ədəbi növlər və janrlar mövzusundan lirik növ haqqında ətraflı danışacağıq. Biz bilirik ki, bədii əsərlər həyatı əks etdirmə üsullarına görə 3 növə bölünür. Lirik növ, epik növ və dramatik növ. Bugün öyrənəcəyimiz mövzu lirik növdür. Qələmi götürək. Lirik növ əsasən tərənnümlə daha çox bağlıdır. Nə ilə bağlıdır? Daha çox tərənnümlə bağlı olur. Əsas əlaməti müəllifin hiss həyəcanlarının, fikir və arzularının ifadəsidir. Deməli, biz lirik növdə öyrənirik ki, yəni bu növün əsas əlaməti müəllifin hiss həyəcanlarının, fikir və arzularının ifadəsidir. Müəyyən bir hadisədən burada danışılmır. Əsasən biz bilirik ki, epik növdə, yəni təhkiyə, hadisəni danışmaq əsas sayılır. Amma lirik növdə hər hansı bir hadisədən danışılmır. Burada hadisədən alınan hər hansı bir hadisə baş verir və orada həmən hadisədən alınan təsir və onun nəticəsində şairin qəlbində yaranan hiss həyəcanlar öz əksini tapır. Sonra davam eləyək. Deməli, belə əsərlərdə insanın sevinci və kədəri, uğuru və ümidsizliyi yer tutur. Qeyd eləyin. Deməli, belə əsərlərdə insanın sevinci və kədəri, arzu və istəkləri, uğuru və ümidsizliyi yer tutur. Lirik şeirin əsas surəti onun müəllifidir. Deməli, lirik şeirin əsas surət onun müəllifidir. Ədəbiyyatda buna lirik qəhrəman deyilir. Lirik qəhrəmanla şairin şəxsiyyətini eyniləşdirmək olmaz. Niyə görə? Çünki lirik qəhrəman ümumiləşmiş obrazdır. Bu deməkdir ki, yəni şair şeir yazır və oradakı şeirin məzmununda olan insan obrazı, yəni hər kəs ola bilər. O hər kəsə aid ola bilər o şeirin içərisində nədən söhbət gedirsə. Yəni burada o anlama gəlir ki, lirik qəhrəman ümumiləşmiş bir obrazdır. Yəni hamıya aid ola bilər, ümumiyyətə. Belə. Bir daha təkrar edirəm ki, lirik əsərlərdə insanın sevinci və kədəri, uğuru və ümidsizliyi əsasən yer tutur. Lirik şeirin əsas surəti onun müəllifidir. Ədəbiyyatda buna lirik qəhrəman deyilir. Lirik qəhrəmanla şairin şəxsiyyətini eyniləşdirmək olmaz. Çünki lirik qəhrəman ümumiləşmiş obrazdır. Sonra qeyd eləyin ki, lirik əsərlər epik əsərlərlə müqayisədə həcmcə kiçik olur. Lirik epiklə, yəni müqayisədə kiçik olur. Lirik əsərlər məzmunca əsasən iki əsas qrupa bölünür. Birinci, məhəbbət lirikası. Məhəbbət lirikası qadına məhəbbət, lirik qəhrəmanın sevgilisinə olan səmimi hissləri mühüm yer tutur. Məsələn, biz Molla Pənah Vaqifin Pəri qoşmasını, sonra Badi Sabah mənim dərd dilimi, Qasım bəy Zakirin nümunə göstərə bilərik. Sonra bir də var ictimai siyasi lirika. Siyasi lirika. İctimai siyasi lirika. Burada necə olur? Şairin quruluşa, ölkənin idarə olunmasına, ictimai siyasi hadisələrə münasibəti ön plana çəkilir, öz əksini tapır. Məsələn, biz Aşıq Ələsgərin Çıxıbdır, sonra Molla Pənah Vaqifin Bax, Görmədim müxəmməslərini ictimai siyasi lirikaya aid göstərə bilərik. Sonra əlavə onu qeyd edə bilərik ki, təbiət gözəlliklərinin tərənnümünə həsr olunmuş əsərlər təbiət və ya peyzaj lirikası adlanır. Deməli, təbiətə aid olanlar təbiət və ya deməli, peyzaj lirikası adlanır. Peyzaj lirikası adlanır. Məsələn, Aşıq Ələsgərin
Dağlar şeirini keçəcəyik sizlə. 2 dənə dağlarını. Dağlar şeiridir. Bunlar təbiətin, yəni gözəlliklərinə həsr olunubdur. Hansı ki, peyzaj lirikası da adlanıla bilər. Sonra Aşıq Ələsgərin Yaylaq şeiri. Bax belə. Lirik növlə bağlı ümumi bir qeyd deyim. Onu qeyd edin dəftərlərinizə. Bircə dəqiqə lövhəni təmizləyim. Məsələn, lirik növlə bağlı ümumi qeyd. Bunların hamısı testdə düşür. Ona görə diqqətli olun, yazın, qeyd edin. Hər ehtimala qarşı bütün detalları dəyərləndirin. Lirika yığcam və emosional xarakter daşıyır. Qeyd edin ki, bax mən dedikcə, lirika yığcam və necə emosional xarakter daşıyır. Sonra lirikada müşahidə edilən obyektdə subyektiv münasibət ön plana çəkilir. Bax, xüsusi olaraq bunu qeyd edin ki, obyektdə yəni subyektiv münasibət bu çünki düşür. Yəni qayda kimi düşür. Bir daha təkrar eləyirəm. Deməli, lirika yığcam və emosional bir xarakter daşıyır. Lirikada müşahidə edilən obyektdə, bax, obyektdə subyektiv münasibət ön plana çəkilir. Bu nə deməkdir? Məsələn, obyekt olaraq bir təbiət götürək. Təbiəti. Subyektiv münasibət, yəni obyekt nədir? Üzərində iş görülən. Subyekt, yəni insan. Yəni insanın təbiətə bir münasibəti ön plana çəkilir. Bax, nümunə olaraq onu deyək. Sonra lirik növdə olan bütün əsərlərdə tərənnüm olmur. Yazarsa ki, lirik növdə olan bütün əsərlərdə tərənnüm olur, bu fikir yanlışdır. Çünki bizim elə şeirlərimiz var ki, orada yetəri qədər satirik şeirlərdir çoxsu. Məsələn, çoxlu satirik şeirlər var və biz də satirik olan nəyəsə tərənnüm deyə bilmərik. Yəni, lirik növdə olan bütün əsərlərdə tərənnüm olur. Fikri bir sözdən ki, yanlışdır. Çünki lirik növdə kifayət qədər satirik şeirlərə rast gəlinir. Satirik də bilirsiniz ki, tənqidi, ifşa edici, belə gülüş nəzərdə tutulur. Yəni, o zaman biz deyə bilmərik ki, orada tərənnüm var. Tərənnüm müsbət mənalı bir şeydir, müsbət. Yəni, satirik olan yerdə tərənnüm yoxdur. Belə. Sonra lövhəni silirəm və bir şey qeyd eləyək ki, lirik növün şifahi xalq ədəbiyyatının əsas janrları, şifahi xalq ədəbiyyatında mən bunu danışmışam əslində, bir daha qeyd edirəm ki, nəğmələr, hansı ki, holavarlar, sayatçı sözlər keçdik sizlə, bayatı, sonra ağı, mahnı. Bunlar hamısı şifahi xalq ədəbiyyat nümunələrdir. Bir də var yazılı ədəbiyyatın lirik növünün janrları. Yazılıda olan növlərimiz hansılardır? Qəzəl, qəsidə, qitə, rübai, tuyuq, mürəbbi, müxəmməs, qəzəl, qəsidə, qitə, sonra rübai, tuyuq, mürəbbi, müxəmməs. Bunlar qeyd edin ki, bunlar da yazılı ədəbiyyatın lirik növünün janrlarıdır. Əslində, onlaynda və dərslərimdə bunların hamısını keçmişəm. Dəftərinizə də yenə bir daha qeyd edin. İndi isə danışaq aşıq şeiri janrlarından. Aşıq şeir janrları biz bilirik ki, heca vəznində yazılır. Aşıq şeirinin əsas janrları hansılardır? Qoşma, təcnis, gəraylı. Bax, bunlar aşıq şeir janrlarına aid olan nümunələrimizdir. Gəlin birinci danışaq qoşmadan. Qoşma haqqında ətraflı məlumat verim, sonra keçək digərlərinə. Qoşma biz bilirik ki, əsasən aşiqanə şeir janrıdır. Aşiqanə şeir janrıdır, yazın. Qoşma 4 dənə misra, sonra 11 heca, İç bəndin qafiyə quruluşu, iç bəndin qafiyə quruluşu əsasən belə olur. A, B,
B şəklində, A, B, C, B şəklində. Sonra qoşmalar əsasən deməli 3, 5 və 7 bənddən ibarət ola bilər. 3, 5, 7 bənddən ibarət ola bilər. Qoşmanın son bəndində müəllifin adı göstərilir və həmin bənd möhürbənd adlanır. Möhürbənd. Deməli, qoşmanın sonuncu bəndində şair öz adının təxəllüsünü verirsə, bu adlanır həmən bənd möhürbənd. Belə. Qoşmalar əsasən daha çox məhəbbət mövzusunda olur. Əxlaqi, tərbiyəvi, ictimai məzmunlu qoşmalar da var. Qoşma yazılı ədəbiyyatda geniş yayılmışdır. Hansı ki, Şah İsmayıl Xətai, Molla Pənah Vaqif, Qasım bəy Zakir, Aşıq Ələsgər, Səməd Vurğun kimi sənətkarlar qoşma yazmışlar. Məsələn, biz indi sizlərlə çox keçəcəyik qoşma janrında olan şeir nümunələrini. Gəlin birini yazım, orada ilk bəndin tapılmasını öyrənək. Bircə dəqiqə. Bir daha qeyd edirəm. Deməli, ilk bəndin tapılması. Bir dəqiqə qələmi yandırım. İlk bənd. Dedik ki, necə qafiyələnirdi? A, B, C, B şəklində. Yəni, ikinci və dördüncü misra həm qafiyə olur. Məsələn, bahar fəsli yaz ayları gələndə, süsənli, sümbüllü, lalalı dağlar, lalalı. Yoxsulu ərbabı şahı gədanı tutmaz bir-birindən aralı dağlar, lalalı, aralı. Aha, deməli, ikinci və dördüncü misralarımızda altından bu xətt çəkdiklərim lalalı, aralı həm qafiyədir və burada qısa bir nəzər salaq, yadımıza salaq daha doğrusu. Qafiyədən sonra təkrar olunan sözlərdə, qafiyədən sonra təkrar olunursa, bunlar da nə adlanırdı? Rədif. Rədif. Qafiyədən sonra təkrar olunan sözlər adlanır rədif. Yadımıza salmış olduq, bunu keçmişik. Belə, deməli, ilk bənd A, B, C, B şəklində qafiyələnir. Sonra ən axırıncı, sonuncu bəndi nətər tapırıq? Sonda şair öz adını və ya təxəllüsünü verir və bu da möhürbənd adlanır. Belə. İndi gələk digərinə. Tərcünis. Tərcünisdən danışaq. Lövhəni silirəm. Tərcünis. Hansı ki, tərcünis qoşmanın formaca bir növüdür. Bax, məzmunca yox, bax, formaca bir növüdür. Formaca növüdür. Əsas əlaməti qafiyələrin cinas sözlər üzərində qurulmasıdır. Qafiyələr cinas sözlər üzərində qurulur. Belə, qafiyə quruluşu qoşmadakı kimidir. Tədrisdə son bənddə aşıq adını göstərir. Qafiyə quruluşu qoşmadakı kimidir. Qoşmada nətər idi? A, B, C, B şəklində. Belə. Cinas qafiyənin iştirak etdiyi bütün şeirlər təcnisli yazsa, harada məsələn cinas söz var, yazsa ki, təcnisli, bu fikir yanlışdır. Ola bilər ki, cinas söz qəzəldə, bayaqda da işlənsin. Təcnisin müxtəlif mövzulara həsr oluna bilər. Yəni, yadınızda saxlayın ki, təcnis müxtəlif mövzulara da həsr oluna bilər. Məsələn, bir təcnisdən mən ait bir nümunə deyək. Qarlı dağlar gəldi, düşdü araya. Qalmışam qürbətdə, ay ana, ana. Təbib yoxdur, dərman etsin yaraya, sızıldaşır yaranı ay yana yana. Yəni, eyni sözün təkrarlanması, yəni cinas sözlər, oxşar sözlər, yəni oldu burada təcnis. Təcnisin yəni növləri var, hansı ki, bu növlərdən biri də cığalı təcnisdir. Cığalı təcnis, evdə keçmişəm, bir daha yadınıza salın. Cığalı təcnisin növlərindən biri, təcnisin növlərindən biridir, məzmunca növlərindən. Buna bayatılı təcnis də deyirlər, bayatılı təcnis. Bayatılı təcnis. Bayatılı təcnisdə necə olur? Məsələn, əsasən təcnislər arasına bir dənə
bayatı əlavə eləyirlər. Bu bayatı da cığa bəndi adlanır. Cığa bəndi. Cığa bəndi adlanır. Sonra var deməli ayaqlı təcnis. Ayaqlı təcnis necə olurdu? Hansı ki o da təcnisin bir növüdür. Və təcnis verilir, 4 dənə misradan ibarət olan bir dənə təcnis verilir və sonda bax bu hissədə aşıq bir dənə cümlə işləndir. Cümlə hər hansı bir 11 hecadan ibarət olan və adətən 5 hecadan ibarət olan bir ayaqlı təcnis nümunəsi istifadə eləyir. Buna ayaqlı təcnis adlanır. Yəni 4 misradan sonra bir kiçik bir cümlə ilə bitirir. Digər, məsələn, dodaq dəyməz təcnis var. Dodaq dəyməz təcnisdə də üçüncü bir növüdür. Burada m, sonra b, bir də p samitlərindən istifadə olunmur. Yəni dodaqlar bir-birinə dəymir burada. Yəni şeiri söyləyəndə. Bundan da bilmək olur ki, bu dodaq dəyməz təcnisdir. Belə. Sonra qoşmanın indi növləri var. Gəlin qoşmanın növlərindən danışaq. Dəqiqə lövhəni silim. Qoşmanın növləri. Hansı ki, qoşmanın formaca yox, məzmunca növləridir bunlar. Məzmunca. Formaca yox. Formaca yox, məzmunca növləridir. Ustadnamə. Ustadnamə nədir? Ustadnamə qoşmanın məzmunca növünə aiddir. Hikmətli qoşmalara deyilir. Hikmətli. Ustadnamələr daha çox məhəbbət dastanlarının əvvəlində işlənir. Adətən hər dastan əvvəlində 3 dənə ustadnamə olur. Məsələn, Abbas Tufarqanlıdan deyək ki, adam var, çox işlər, eylər irada. Adam var, yetə bilməz murada. Adam var ki, çörək tapmaz dünyada. Adam var, yağı yeyər, balı bəyənməz. Bax, qoşmanın ikinci məzmunca növü isə qıfılbənddir. Qıfılbənd haqqında danışaq. Qoşmanın məzmunca növünə aiddir. Aşıqların dəyişməsi zamanı işlədilən aşıq şeirinə deyilir. Qıfılbənd əsasən qoşma şəklində olur və məzmunca, tapmacıya oxşuyur. Formaca yox. Məzmunca, tapmacıya oxşayır. Qeyd edərsiniz. Aşıq hər hansı bir əşya və hadisənin əlamətlərini üstörtülü şəkildə deyir və qarşındakindən onun cavabını istəyir. Qıfılbəndlər daha çox dini baxışlarla və təbiət hadisələri ilə bağlı olur. Deməli, daha çox dini, bir də təbiət. Dini baxışlarla bir də təbiət hadisələri ilə bağlı olur. Məsələn, deyir ki, Ləzgi Əhməd heç vəfasından doymazlar. O nədir ki, götürərlər, qoymazlar. Kimlərdir ki, məzarı yox yumazlar. Bu nə yəni qonha qondur, bu nə köç ha köç. Sonra üçüncü, vücudnamə. Vücudnamə. Vücudnamə nədir? Qoşmanın məzmunca bir növüdür. Vücudnamədə insan həyatı 5 yaşından ömrün sonuna dək təsvir olunur. 1 yaşımda məni hamı eşitdi. 2 yaşda cismim özüm bərkidim. 3 yaşında ətim sümüyüm bitdi. 4 yaşında qalxıb ayağa gəldim. Sonra bax, bu hansı ki, ustadnamə, qıfılbənd, vücudnamə. Bir də əvvəllər qeyd edirdilər, bu gözəlləmələr də var. Gözəlləmə. Burada da gözəllərin tərifinə həsr olunan qoşmalardır. Gözəllər orada vəsf olunur. Qeyd eləyərsiniz hər ehtimala. Gərək gəraylı. Gəraylı aşıq şeirinin geniş yayılmış növlərindən biridir. Qafiyə quruluşuna və formasına görə qoşma ilə eynidir. Yəni A, B, C, B şəklində qafiyələnir. Amma qoşma 11 hecadan ibarət olduğu halda gəraylı 8 dənə hecadan ibarət olur. 8 heca.
Bu da 3, 5, 7, yəni bəndlərdən ibarət olur. Burada da möhür bənd, yəni sonda şair təxəllüsünü və ya adını verilirsə möhür bənd adlanır. Əsasən bəndlərin sayı yəni tək olur. Gəraylı da qoşma kimi yazılı ədəbiyyatda da işlənir. Şah İsmayıl Xətai, Qasım bəy Zakir gəraylı yazıblar. Sonra yadımızda saxlayaq ki, Molla Pənah Vaqif gəraylı yazmayıbdır. Dastanlarda qoşma və gəraylılardan istifadə edilir. Belə, bunları qeyd eləyin, davamını çəkib yenə də göndərəcəm.